Siz bilsəydiniz nə qədər orada pul var, yəni ki, böyük məmnuniyyətlə uşağınızı ora yönləndirərdi və bu tipli yanaşma heç bir müasir iqtisadiyyatın tələblərinə uyğun gəlmir. Misal üçün, o qədər riyaziyyata fokuslanmaqdansa, loqaritmalara fokuslanmaqdansa, misal üçün, maliyyə savadlığını keçir bilərdilər, biznesə yatırımlar olunmasını keçir bilərdilər. Daha az vaxtımızı işə və daha çox vaxtımızı uşaqlarımıza sərf etsəydik, nəticəsi tam başqa olacaqdır. Bu səbəbdən mənim fikrimcə Fərhad bəy, xoş gəlmisiniz. Xoş gördük. Necə hiss edirsiniz özünüzü? Çox yaxşı hiss edirəm, rahatam, səmimi bir ortam var, bunu hiss edirəm. Bugün biz təhsilin iqtisadiyyatından, belə deyək, təhsilə iqtisadi tərəfdən baxmaq istəyirik və düşündük ki, siz bu mövzu ilə danışmaq üçün ideal insansınız. Başlamazdan əvvəl istəyərdim ki, sizi demək olar ki, hər kəs tanıyır, amma qısa olaraq istəyərdim yenə özünüz barəsində bir məlumat verəsiniz, iqtisadiyyatla əlaqəniz ən azından. Tanımayanlar üçün sadəcə bəlkə ilk dəfə görəcəklər. İqtisadiyyat maliyyə mənim pul qazandığım yerdir. Daha çox peşəkar fəaliyyətimi əhatə edir və həmçinin iqtisadi və maliyyə biliklərin maarifləndirilməsi, aşılanması ilə bağlı bir sosial missiyam var. Mən Azərbaycanı iqtisadi uğurlu bir ölkə kimi görmək istəyirəm və əlimdən gələni bunun üçün edirəm. İmkanlarım çərçivəsində bütün bu məlumatları cəmiyyətə ötürməyə çalışıram. Fərhad bəy, ümumiyyətlə danışılanda tez-tez xəbərlərdə eşidir ki, ölkənin ümumiyyətlə çiçəklənir sözü çox istifadə olunur Azərbaycan ölkəmiz kontekstində. Ölkəmizin iqtisadi vəziyyətdə durum necədir, vəziyyət necədir hal-hazırda? Bilirsiniz, mən bir çox iqtisadçı professorlarla görüşürəm, söhbət edirəm, podkastıma dəvət edirəm. Gəlin Azərbaycan iqtisadiyyatı müzakirə edək. Çünki Azərbaycanda mən düşünürəm yeganə iqtisadçılardır ki, onların söz azadlığı yoxdur. Bütün mövzular barədə danışa bilərsiniz rahat şəkildə, iqtisadiyyatdan başqa. Bir tərəfdən bu iqtisadiyyata yanaşma məsələsi var. Çünki müxtəlif fikirlər var, müxtəlif yanaşmalar var, müxtəlif sistemlər var, iqtisadi sistemlər. Kimsə sosializmi pisləyir, kimsə kapitalizmi pisləyir, kimsə düşünür ki, dövlətin payı yüksək olmalıdır iqtisadiyyatda, kimsə deyir ki, dövlətin payı aşağı olmalıdır, özəl sektorun payı yüksək olmalıdır. Və bu iqtisadçılar arasında öz aralarında belə bir razılıq olmadığına görə biz bir konsensusa gələ bilmirik. Amma konsensusa gəlmək üçün diskussiya çox vacibdir. Azərbaycanda demək olar ki, iqtisadi diskussiya mövcud deyil. Bizdə nə iqtisadi forumlar keçirilir, nə iqtisadçılar öz aralarında oturub danışır, nə hörmətli İqtisadiyyat Universitetimiz belə bir forumlar və debatlar təşkil etmir. Sanki bir sistem qəbul olunurmuş kimi götürülübdür və bu ilə davam edirik və hamı sadəcə onun nəticəsini gözləyir. Bu səbəbdə mənə bir rəy bildirmək biraz çətindir. Sırf iqtisadi göstəricilərə əsaslansa, biz son bir neçə ildə iqtisadi artımımız 2-3-4% ətrafındadır, 1% olan olubdur, növbəti üçün 2,6% proqnozlaşdırılıbdır. Ümumilikdə götürsək, bu belə inkişaf templəri böyük iqtisadiyyata malik ölkələr üçün keçərlidir. ABŞ üçün, Kanada üçün, falan üçün. Artıq biz onlara inkişaf etmiş ölkələr deyilik. İnkişaf etməkdə olan ölkələrdə bu artım göstəriciləri 9-10% ətrafında olur ki, çünki niyə görə 0-dan 1-ə qalxanda bu 100% artım deməkdir. Amma 9-dan 10-a qalxanda eyni 1-dir, amma o artıq 10% artımdır. Ona görə iqtisadiyyat böyüdükcə artım templəri azalır. Amma balaca iqtisadiyyatlar daha tez templərlə böyüyə bilir. Azərbaycanın reallığında bizim iqtisadi göstəricimə əsasən bizdə də ən azından 9-10% ətrafında iqtisadi böyümə olmalıdır düşünürəm. Rəqəmləri izah eləməyiniz yaxşı oldu, çünki mənim və bir çox iqtisadiyyatla o qədər də belə deyim, əlaqəsi olmayan, çox da məlumat olmayan insanlar üçün yaxşı izah oldu, elə onu soruşacaqdım. Mənim elə dediyiniz kimi ilk dəfə iqtisadiyyatda nələr baş verir mövzusunu bir neçə gün əvvəl videolarınıza baxıb podkastınızı izlədikdən sonra bilmişəm ki, bəs vəziyyət beləymiş. Düz deyirsiniz ki, biz bir çox şeylə maraqlanırıq, amma iqtisadiyyatla maraqlanan insanların sayı ya sırf iqtisadçılardır, ya da onunla əlaqəli bəzi digər insanlardır. Biz istəyərdim ki, təhsillə iqtisadiyyatın əlaqəsini danışaq bugün. Ümumiyyətlə deyirlər ki, nə qədər çox təhsilə yatırım edirsənsə, deməli iqtisadiyyatına o qədər müsbət təsir edir. Bu düzdür? Mən düşünmürəm ki, bu düzdür. Çünki yatırımın geri dönməsi olmalıdır. Biz onun maliyyə terimində return on investment deyirik. İnvestisiya olan geri dönmə nədir?
Siz gedib coffee shop aça bilərsiniz, 1 milyon xərc çəkə bilərsiniz, amma coffee shop-a heç kim gəlməyəcəkdir və siz müflis olacaqsınız. O deməkdir ki, mən bir xeyli pul yatırdım və mütləq onun geri dönməsi olmalıdır. Elə deyil. Biz bir şey əminliklə deyə bilərik ki, bütün uğurlu, iqtisadi uğurlu ölkələrdə onlarda çox yaxşı təhsil sistemi var. Və iqtisadiyyatda bu iki dənə termin həmişə fərqləndirir. Causality and correlation. Cause and correlation. Səbəb, bir də korrelyasiya. Kimsə deyə bilər ki, yüksək iqtisadi artım tempi təhsilə daha çox pul ayırmağa imkan yaradır və bu səbəbdən bu ölkələrdə təhsil yüksəkdir. Kimsə deyə bilər ki, dövlət həddindən çox təhsilə fokuslanır. İnsanlar səmərəli olur, ağıllı olur. Onlar daha yaxşı uğurlu şirkətlər qurur. Ona görə iqtisadiyyat böyüyür. Toyuq və yumurta məsələsidir. İkisindən birincisi nədir? Biz daha çox ikincisinə inanmış kimi görünürük hal-hazırda. Çünki təhsilə yatırımların çox olması və bunun təhsilə nə qədər çox yatırım eləsək, o qədər iqtisadiyyat inkişaf eləyəcək. Sanki bu fikirlə gedirik daha çox ölkə olaraq. Burada fundamental problem nədir? Azərbaycanda təhsil sistemi düşünürəm Sovet vaxtından çox da dəyişmir. Planlı iqtisadiyyat dövründən çox da dəyişmir. Planlı iqtisadiyyat dövrü də daha çox 2-ci, 3-cü sənaye inqilabına yaxın bir dövrdə keçibdir. Nə vaxt ki, bir çox insanlar fabrikdə işləyibdir və əgər siz indiki təhsil sisteminə baxsaq, biz görəcəyik ki, onlar fabrik işçisi düzəldirlər. Səhərdən axşama kimi işləmək, konkret qrafik, yaşlarla, sinif otaqları və bu tipli yanaşma heç bir müasir iqtisadiyyatın tələblərinə uyğun gəlmir. Baxın nə baş verir də, biz 6 yaşından təhsilə başlayırıq. İndi 11 ildir deyirlər, 12 il olacaqdır. Nəsə bu ətrafdadır da. Yəni ki, 18 yaş ətrafında biz təkcə məktəbi bitiririk. Və məktəbi bitirəndə bizim heç birdən praktiki biliyimiz yoxdur iqtisadiyyatı artırmaq üçün. Nə satış bacarıqları var, nə təqdimat bacarıqlarını inkişaf etdirmirik, nə iqtisadi maliyyə savadlığı vermirik. Ailə büdcəsi necə planlaşdırılmalıdır, ailə büdcəsində qənaət olunmalıdır, o qənaətlər necə investisiya olunmalıdır, uşaqları öyrətmirik. Sonra onlar gedirlər universitetə, 4 il oxuyurlar. İlk 2 ili tam faydasız fənlərdir, ümumi. Ali riyaziyyat, fizika, kimya baxır hansı universitetə daxil olursa, hansı ki, sənin həyatında heç vaxt lazım olmayacaq. Əslində məktəbdə də keçdiyimiz fənlər, yəni ki, loqaritm sizə nə vaxt həyatınızda lazım olubmu? Olmayıbdır. Ya derivativlər falanlar heç biri tam gündəlik, indiki həyat üçün tam faydasız biliklərdir. Mən riyazi düşüncə tərzini vacib hesab edirəm. Satış bacarıqlarını, hansısa bir humanitar düşüncə tərzini vacib hesab edirəm. Amma düşüncə tərzi ilə biliklər fərqli şeylərdir. Misal üçün, o qədər riyaziyyata fokuslanmaqdansa, loqaritmalara fokuslanmaqdansa, misal üçün, maliyyə savadlığını keçə bilərdilər, biznesə yatırımların olunmasını keçə bilərdilər. Həmin bu plus-minus üzərindən şirkətin gəlir və xərc smetasının qurulmasında və ya onun analizini öyrədə bilərdilər uşaqlara ki, uşaqlar böyüyəndə bilsinlər hansı şirkətə getsinlər, hansı öz bizneslərini quranda nəyə fokuslanır. Yəni 18 yaş yetərincə böyük bir yaşdır ki, uşaqlar bu biliklərə sahib olsunlar. 18 yaş balaca yaş deyil. Məncə 13-18 yaş arası artıq onlar yetkindirlər ki, biznes mindsetində olsunlar, biznes düşüncə tərzində olsunlar. Bu azmış ikən heç bir faydasız 12 il, 11 il, 12 il vaxt keçirirlər məktəbdə. Sonra 4 il biz onları boş-boşuna bakalavrda süründürürük. Mən düşünürəm ki, dünyada belə bir bakalavr proqramı yoxdur ki, onu 6 ay müddətində vermək olmasın. Əgər həftədə 40-50 saat işləsələr üzərində maksimum 1 ilə bütün bakalavr proqramını bitirmək olar. Sırf full time iş dediyimiz olsa, yəni ki, tam ştat iş işləsələr, saat 9-dan 6-ya kimi oxusalar, dünyanın heç bir bakalavr proqramı yoxdur ki, ona 4 il vaxt lazımdır. Və bu azmış ikən sonra biz oğlanlar üçün çox vacib olan magistratura gəlir, əskərlikdən qaçmaq üçün. Yalandan magistraturaya daxil oluruq. Bu öz-özünə böyük bir axmaqlıqdır. Mən hamıya deyirəm, 30 yaşından öncə magistraturaya daxil olmaq ümumiyyətlə lazım deyil. Sən əvvəlcə biznesdə olmalısan, işdə olmalısan, orada anlamalısan sənin həyat yolun nədir. Artıq 30 yaşında bir balaca artıq pulun olandan sonra, həyat təcrübəli olandan sonra artıq spesifik biliklər almalısan. Bu magistratura da 1 ildən çox olmamalıdır. Yəni bu 2 ili kim çıxarıbdır, bu lazımsız kreditləri kim çıxarıbdır, mən bilmirəm. Və beləliklə biz uşaqları 22-23 yaşına kimi süründürürük təhsildə və oradan çıxarkən praktiki biliklər çox azdır. Sata bilmirlər, özünü təqdim edə bilmirlər, maliyyə iqtisadi bilikləri yoxdur, investisiya bilikləri yoxdur. İşləməyə başlayırlar dərhal gedirlər özünə kreditə telefonu alırlar, 25 illik ipotekaya girirlər. Yəni ki, tamamilə bu dünyaya
bu dünyanın reallıqlarına hazırlıqsız bir vətəndaşlar gəlir. Bax, bu məni təəssüfləndirir. Ona görə Azərbaycanda 30 ildə hər növbəti nazir deyir ki, bizə 30 ildə bax lazımdır, bizə 30 ildə bax lazımdır. Məhz budur. Çünki cəsarətcəsinə təhsil sisteminin yenidən qurulmasına yanaşa bilmirlər, təəssüflər olsun. Fərhad bəy, bir sual vermək istəyirəm sizə. İndi xüsusi pillələrinə getmək istəyirəm təhsilin. Bu sualı bir çox insanlara vermişəm məktəbə qədər təhsillə bağlı. Artıq 3 yaşından 6 yaşına qədər məktəbə qədər təhsil dövrü gedir və bunun üçün sadəcə bağçalarda deyil, eyni zamanda xüsusi məktəbə qədər uşaq hazırlığı proqramı var. Fərqli yerlərdə uşaqları həftədə bir neçə saat dərslərə cəlb edirlər. Düz oyun əsasda öyrədirlər, amma bir formada təhsilə cəlb edirlər. Burada da belə bir ideya ilə gedilir ki, nə qədər tez təhsilə cəlb olunsa, o qədər nəticə daha yaxşı olacaq. Bu sualı mən hətta ibtidai siniflərdən davamlı olaraq yarışmalara, belə deyim, testlərə cəlb olunan uşaqlar haqqında psixoloqa sual vermişdim. O dedi ki, biz adaptasiya olmalıyıq indiki dövrə. Məsəl üçün, bir-birimizə yarışa girməyə, belə deyim də. Məsəl üçün, testlərə cəlb olunuruq, uşaqlar başlayır bir-birinə yarışmağa, kim daha yüksək yığdı və s. Demək istədiyim odur ki, bəzi valideynlər də bu narahat edir. Biz uşaqları sizcə iqtisadi tərəfdən baxdıqda erkən təhsilə cəlb eləməliyik, yoxsa yox? Bunun bizim üçün bir iqtisadi faydası var, yoxsa yox? Siz təhsil deyəndə mən bir şey fundamentdə ayırmalıyam ki, təhsil o demək deyil ki, mütləq evdən kənarda o təhsil olmalıdır. Mən İngiliscə homeschooling var, evdə təhsilin ən böyük fanatıyam. Mən imkanım olsaydı Azərbaycanda ümumiyyətlə uşaqlarımı nə bağçaya, nə məktəbə qoymazdım. Evdə təhsilini davam etdirərdim. Bir fundamental faktor var burada. Burada valideynlərin tənbəl olmaması çox vacib rol oynayır. Kimdən soruşmursan, sən cavanlardan niyə görə uşaq istəyirsən? Sadəcə çünki istəyirəm. Çünki belə olmalıdır. Amma reallıqda anlamırlar ki, o uşağın böyüdülməsi yetərincə çətin prosesdir və gələcəyə investisiyadır. Və yalnız sənin öz gələcəyinə yox bir valideyn olaraq ki, mən uşağı böyüdəcəm, sonra mənə saxlayacaqdır. Bu, cəmiyyətin təkamülünə, tərəqqisinə bir investisiyadır. Biz estafeti ötürürük. Bütün bu dünyanın məğzi ondan ibarətdir ki, biz bu dünyanı valideynlərimizdən götürürük, yaxşılaşdırırıq, sonra uşaqlarımızı ötürürük, daha yaxşı dünyanı və onlar davam edirlər. Fundament də budur. Ona görə uşaqların çox keyfiyyətli təhsil alması vacibdir. Sadəcə bunu evdən kənarda yalnız deyil və mən əslində düşünürəm ki, evin içində ən vacib təhsil oradan başlayır. Mənim ilk qızım doğulanda 23 yaşım var idi və uşaqlarım anasının dayısı belə bir söz demişdi. Çox imkanlı bir ailə idilər. O mənə o zaman dedi ki, bax, əgər siz özünüz öz uşağınızla məşğul olmayacaqsınızsa, nə qədər istəyirsiniz pul xərcləyin, hansı istəyirsiniz universitetlərə, məktəblərə bahalı verin, heç bir o keyfiyyəti verməyəcəkdir. Uşağın inkişafı perspektivi, nəinki valideyn ona ayırdığı vaxt. Mənim 23 yaşım vardı, nə ağıllı idim, nə müdrik idim və sırf iqtisadi prizmadan yanaşırdım ki, David Ricardo'nun comparative advantage, müqayisəli üstünlüklər var. Əgər məndən yaxşı müəllim varsa, mən uşağımı özümdən daha yaxşı müəllimə qoysam, o daha yaxşı təhsil alacaqdır. Belə deyilmiş. 20 il keçibdi o vaxtdan və mən anladım ki, belə deyilmiş. Mənim uşaqlarım Azərbaycanın ən bahalı, ən yaxşı məktəblərində təhsil alıblar. Nəticəsi olaraq 0. Heç bir normal universitetə daxil ola bilməyiblər. Yerində hansısa bir ödəniş əsasında hansısa bir 3-cü sort universitetdə təhsillərini davam edirlər. Dəyərləri yaxşıdır, çox yaxşı uşaqlar da heç nə demirəm. Amma sırf təhsil perspektivindən, inkişaf perspektivindən mən düşünürəm biz özümüz onun üstünə düşsəydik, daha az vaxtımızı işə və daha çox vaxtımızı uşaqlarımıza sərf etsəydik, nəticəsi tam başqa olacaqdı. Həmişə öz qızımı nümunə gətirirəm, onun 10 il ərzində özəl məktəbdə oxumasına mən hardasa $100.000 yaxın pul xərcləmişəm də, təkcə təhsil haqqı. Taksi, yemək, məktəb, onun hamısı $150.000 pul çıxıbdı da bu dövr ərzində. Və belə də Türkiyədə hansı bir özəl 3-cü sort universitetdə oxuyur hal-hazırda. Lakin uzaq bir tanışlarımız var idi, çox kasıb ailə idilər. Ata satıcı işləyirdi, ana xadimə işləyirdi, 2 dənə qızları var idi. Hardasa bəlkə ümumi ailə büdcəsi bəlkə ayda 600-700 manat idi, yəni isə yalnız düyü yeyirdilər. Amma indi hər iki qız dövlət proqramı ilə New Yorkun ən top universitetlərinin birində oxuyurlar. Tam ödənişsiz şəkildə. Çünki valideynlər öz uşaqlarını məşğul olublar. Onlar heç bir bahalı məktəbə getmirlər, heç bir bahalı kursa getmirlər. Birincisi, gözləri acıdır, bu çox vacibdir. Həmçinin də valideynlərin diqqəti üzərində idi.
Və mənim bu 20 ildə öyrəndiyim bir ata olaraq, bir biznesmen olaraq öyrəndiyim odur ki, nə edəcəksiniz uşaqlarını siz valideynlər edəcəksiniz. Və ondan sonra anladım ki, homeschooling, yəni ki, əgər valideynin o imkanı varsa, bu da vacibdir. Çünki bizdə hal-hazırda bu feminizm propagandası, qadınların evdən məcburən çıxarılaraq işə göndərilməsinin nəticəsi olaraq biz çoxlu qaçınqan bağlantıda ya da ki, avoidant attachment-də deyirik buna, özünü heç kimə bağlaya bilməyən bir cəmiyyət böyüdürük. Nə vətənə bağlı, nə ailəsinə bağlı, nə sevgisinə bağlı bir insanlar böyüdürük bunun nəticəsi olaraq. Və bu səbəbdən mənim fikrimcə təhsil ilk öncə evdədir. Qalanları sonradır. Bağçadır, məktəbdir, bunlar ikinci dərəcə olmasa da sizin uşağınız çox yaxşı təhsilli, uğurlu ola biləcək. Əgər siz valideyn olaraq ona fokuslanmısınızsa. Biz deyəsən təhsili sırf uğura bərabər götürürük. Bir çox hallarda deyirik ki, universitetə girsə, yaxşı məktəb dediniz bayaq, yaxşı məktəbdə oxuyursa, deməli uğurlu olacaq. Yaxşı universitet bu mənim üçün uğur göstəricisidir. Bir valideyn üçün sizcə uğur göstəricisi nədir uşaq üçün? Valideyn üçün uğur göstərici uşaq. Nə olmalı belə deyim? Çünki biz normalda fikirləşirik ki, bəs təhsil belə deyim, başa da düşə bilirik. Mən qınaya da bilmirəm bir tərəfdən baxanda. Məsəl üçün öz ayaqları üzərində dura bilsin, yeməyini, çörəyini qazana bilsin. Bu bizə görə uğur göstəricisidir. Bu sizcə uğur göstəricisidir yoxsa necə? Biz valideyn olaraq uşağımızı minimum ehtiyaclarını ödəməyə görəndə artıq xoşbəxtlik. Yəni ki, evi var, eşiyi var, nisbətən pul acından ölmür. Maslow'un axırı. Maslow'un ən azı 1, 2, 3 və 3-cü pilləsidir də. Birinci pilləsi qidadır, sudur. Sonra bizə gəlir təhlükəsizlik, üçüncü sevgi və mənsubiyyətdir. Bu üçü olanda biz valideynlər nisbətən rahatlaşırıq. İndi özünü doğrultması, özünü tapması artıq şəxsin özünə bağlıdır. O nə olacaqdır? Biz əlbəttə ki, bəlkə daxili egomuz var, fəxr etmək istəyirik. Oğlum ya da qızım nazir olubdu, falan olubdu, böyük bir şirkət sahibidir. Amma bu artıq dərəcədir. Yəni, mən düşünürəm, vacib faktor özüdür ki, uşaqlar özləri anlasınlar ki, uğur nədir onlar üçün. Və müxtəlif insanlar üçün uğur müxtəlif şeylərdir. Kimdəsə ailə səadəti, sevgisi, yaxşı ailənin olması artıq uğurdur. Kim üçünsə pul çox vacib uğur göstəricisidir. Sadəcə bunu anlasınlar. Yəni ki, həyatdan bu razılıq və xoşbəxtlik hissi. Biz bir çox şeyləri qarışdırırıq. Bir neçə dənə hiss var. Həzz hissi var, qısa müddətlidir. Sevinc hissi var, nisbətən daha uzun müddətli. Həzlər daimi olanda artıq sevinc hissi keçirsən. Sonra həyatdan razılıq var. Mənim bunun rahat formuludur ki, həyatdan razılıq nədir? Sənin gözləntilərin var, bir də reallıq var. Əgər sənin gözlənti reallığı əks etdirirsə, deməli razısan həyatdan nisbətən. Və sonda dördüncü, ən ali, bəlkə hamımızın çox danışdığımız xoşbəxtlik hissi var. Çoxlu mülahizələr var, xoşbəxtlik nədir? Mən bir kişi olaraq, mənim üçün xoşbəxtlik, öz missiyamı tanımaq bu həyatda. Bu bu uğurun bir hissəsidir, xoşbəxtliyin bir hissəsidir və sonra bu missiyanı uğurla icra etməkdir. Mən bilirəm ki, mən bu missiyanın üzərində hər nə edirəmsə, bu missiyaya uyğun edirəm. Mən özümü səpələmirəm və lazımsız yerlərə israf etmirəm. Mən bunu biləndə mən xoşbəxtəm. Bu yol enişlidir, yoxuşludur, qalxıram, düşürəm, uğurlu oluram, uğursuz oluram. Mən biləndə ki, track record, yəni ki, bu yolun üstündəyəm və bunun ətrafında gedirəm. Yəni yol bu missiyamdır da, həyat missiyamdır. O zaman məndə daimi olaraq xoşbəxtlik var. Bilirəm ki, mən bu həyatı boş-boşuna yaşamıram. Fərəd bəy, ümumi orta təhsil haqqında biz danışdıq ilkin mərhələdən, uşaqların erkən inkişaf dövründən. Dediniz ki, bu daha çox valideynlərin olması daha önəmlidir. Gələk biz orta təhsil pilləsinə. Orta təhsil pilləsində də baxırıq ki, ümumi attestat alanların sayı 2005-ci ildə 152 min olub, indi isə düşüb 128 minə. Bu ola bilər ki, demoqrafik göstəricinə ya başqa bir şeylərlə əlaqəli ola bilər. Bəs orta təhsil haqqında nə deyə bilərsiniz? Orta təhsilin belə iqtisadi geri dönümü daha çox ola bilər ölkəyə, yoxsa ali təhsilin? Bu çox çətin məsələdir. Mən dediyim kimi, həm orta təhsil, həm də ali təhsil hal-hazırda müasir iqtisadiyyatın tələblərinə heç birinə cavab deyil. Ona görə mən tamamilə yeni bir islahatlarla onu tam dəyişərdim. Tamamilə başqa fənlər salardım orta təhsilə. Mən düşünürəm, nə etmək lazımdır ki, orta təhsil uğurlu olsun iqtisadi perspektivdən. Keçən əsrdən görkəmli iqtisadçılardan biri Milton Friedman, çox pərəstiş etdiyim, çox sevdiyim və mənə çox böyük təsir göstərən iqtisadçıdır. Onun nəzəriyyəsi vardı, hansı ki, Amerikada tətbiq olundu və çox uğurlu oldu. School choice, məktəb seçimi nəzəriyyəsi.
Azərbaycanda əvvəllər necə idi? Sən harda yaşayırdınsa, sənin poçt indeksinə uyğun məktəblər sənə bağlı idilər və yalnız sən onları seçə bilərdin. Və məktəblər keyfiyyətindən asılı olmayaraq pul alırdılar dövlətdən. Yəni ki, performans vacib deyil. Milton Friedman keçən əsrin ortalarında ABŞ üçün bunu təklif etdi ki, imkan verin ki, məktəblər öz aralarında şagird üçün rəqabət aparsınlar. Və artıq məktəblərə maliyyə vəsaiti şagirdlərin sayına uyğun olaraq tənzimlənsin. Nə qədər çox şagird cəlb edəcəksə, bir o qədər də çox pul ayrılacaqdır. Adam başına maliyyələşmə, məqsəd yönlü maliyyələşmə. Biz buna mən səhv etmirəmsə 2-3 il öncə keçməyə cəhd etmişik. Ondan öncə olmayıbdı. Amma başı bunu 70-ci illərdə edibdi Milton Friedman təsiri nəticəsində. O deyir ki, qoy direktorlar maliyyə marağı olsun ki, daha çox uşaqlar ona gəlsin, coğrafi bağlantını götürün. İmkan verin ki, məktəb direktorluğu bir-birinə rəqabət aparsınlar. Və hansı məktəbdə ki, uşaqlar azdır, digər məktəbdə uşaqlar çoxdur, həmin direktorat o məktəbi də idarə etməyə verin. Yəni biznes yaradın, yəni biznes mindset yaradın ki, iqtisadi maraq olsun ki, mən yaxşı təhsil verim, mənə daha çox uşaqlar gəlsin və mən bunun üzərinə mən də pul qazanım, məktəb də pul qazansın, ən yaxşı müəllimləri cəlb etsin, kurikulumu dəyişsin, bu istiqamətdə inkişaf etsin və kim ki uğurlu oldu, ona yeni məktəblər idarə etməyə verin. Bu necə reallaşır? Hər bir doğulan uşağa dövlət çek verir, voucher verir. Deyək ki, dövlət deyir ki, bir uşağın təhsili üçün mən ildə deyək ki, 5000 manat pul ayırıram. Və sən bu çeki Azərbaycan istənilən məktəbində reallaşdıra bilirsən. İstər özəl, istər dövlət məktəbində. Özəl məktəbi də seçə bilirsən. Bu 5000 manatı dövlət özəl məktəbə keçirir. Ya da ki, dövlət məktəbi ola bilər. Dövlət yenə də bu çek əsasında sənin uşağın pulunu ona keçirir. Dövlət məktəbində bundan çox səndən götürə bilməzlər. Bu standart fiks qiymətdir. Amma özəl məktəblərdə deyə bilərsən, sizə 7000-dir, bu 5000 dövlət ödəyir, 2000 də mən öz cibimdən ödəyirəm sizə. Və bunun sayəsində rəqabət yaradaraq dövlət çox keyfiyyətli bir-birinə rəqabət aparan məktəb sistemi qura bilir. Sırf iqtisadi insentivlər üzərində. Bu bir və ikincisi çox vacib faktor. Məktəblər öz kurikulumunu dəyişmə imkanında olsunlar. Baxın, dünya o qədər tez dəyişir ki, məsəl üçün süni intellekt gəlibdir. Və süni intellektin məktəb proqramına daxil olması üçün, kurikulum daxil olması üçün Elm və Təhsil Nazirliyi araşdırma aparmalıdır, plan qurmalıdır, müəllimlər təlimləndirməlidir, kitablar buraxmalıdır, dərsliklər buraxmalıdır, 3-4 il çəkəcəkdir. Əgər biz bunu məktəbin özünə həll etsək, ən aşağı, ən birinci pilləyə, burada 1-2 də məmur oturur, çox işləri onsuz da çoxdur. Gəl elə onları yükləginən ki, yeni bir şey gəlibdir iqtisadiyyata və bunun üzərində yeni bir proqram qurun, bu 3-4 ilin söhbətidir. Amma sən bunu məktəb direktorlarına saxlasan, harda ki onların maliyyə marağı var ki, mən süni intellekt tədris etməyə başlasam, mənə daha çox şagird gələcəkdir, mən daha çox pul qazanacağam buradan. O özü sapacaqdır variant. O gedəcəkdir, özəl sektorda müəllimlər tapacaqdır, özü kurikulum düzəldəcəkdir, ChatGPT-yə bütün uşaqlara premium abunəliyi özü alıb qoyacaqdır. Tək ki, gəlin mənim məktəbimə, məndə bu var artıq. Və bu çeviklik olmalıdır təsir sistemində, yeni reallıqlara adaptasiya. Biz həmişə Darwinin o sözünün kəlməsini səhv anlayırıq. O deyir ki, survival of the fittest gedir də, yəni ki, ən güclüləri sağ qalır da. Amma Darwin əslində belə deməyibdir. O deməyib ki, the fittest, o deyib ki, the most adaptable to the change. Dəyişikliklərə ən tez adaptasiya olunan sağ qalır. Təkamülü bunun üzərində qurulur. Və biz də məktəbləri dəyişikliklərə maksimum tez adaptasiya olan etməliyik. Və burada Bakı Təhsil Mərkəzi, rayon təhsil mərkəzi, Elm və Təhsil Nazirliyi qoşulmamalıdır. Məktəblərə imkan verin, özləri öz kurikulumunu tənzimləsinlər. Baza nəsə varsa, bazanın vurma cədvəlini, bölmə cədvəlini öyrənsinlər. Amma onun üzərində onlara imkan verin ki, özləri çevik şəkildə dəyişiklik edə bilsinlər. Bu 2 dənə addım atılsa Azərbaycanda bizdə bir xeyli düzələr. Bizdə bir fundamental problem yana qalır və bu davam edəcəkdir. Bu həll olmayana qədər burada müəllimlərin seçkilərə cəlb olunması prosesidir. Nə edirsə edir, hal-hazırda Təhsil Nazirliyi, yəni ki, bu problemi həll etmədikcə, yəni böyük bir dəyişikliklər olmayacaqdır. Mən ümidvaram ki, nəyisə nail ola biləcəklər bu istiqamətdə də. Peşə təhsilinə son zamanlar daha çox diqqət çəkilməyə başlayıb. Bəs bu barədə nə deyə bilərsiniz? Mən düşünürəm, peşə təhsili çox vacibdir, bəlkə həm də ali təhsildən qat-qat vacibdir. Biz elə bir dövrə gəlib çatırıq ki, harda ki, növbəti nəsil varlıları, milleniyerləri iqtisadiyyatı inkişaf edən isə əllə
işləməyə bacaran insanlar olacaqdır. Elektriklər, santexniklər, malyarlar, alçıpan vuranlar, bu tipli insanlar olacaq. Beyin məhsulu olan hər bir şeyi artıq süni intellekt daha yaxşı edəcəkdir. Lakin siz soruşsanız, kim bu günləri öz uşağını çox yaxşı elektrik görür ya da santexnik görür, çox valideynlərin egosu icazə vermir ona ki, mən uşağımdan biznesmen böyütməyim, ya da hüquqşünas böyütməyim, maliyyəçi böyütməyim, gedim ondan çox yaxşı bir santexnik eləyim. Niyə görə mən bütün bunları deyirəm? Baxın da, süni intellekt üçün enerji lazımdır. Enerji üçün su elektrik stansiyaları lazımdır, nüvə elektrik stansiyaları lazımdır, yaşıl enerjini işləyən elektrik stansiyaları lazımdır. Növbəti, mənə 30, 40, 50 ildə də bəlkə də ondan sonra biz çoxlu əllə işləyən, əllə işləməyə bacaran insan potensialı, insan kapitalı lazımdır. Sənin beynində nəsə bir strategiya qurdu, onu kim icra edəcəkdir? Yəni, əllə gedib nəsə tikmək lazımdır da, yəni ki, əllə nəsə işləmək lazımdır. Sizə sadəcə bir nümunə verim. Bir çox insanlar üçün göz aydıntısı olacaqdır. Mən sahibkarlara özəl konsultasiyalar verirəm və çox da ucuz deyil. 1000 manat saatlı civarındadır. Və mənə bir sosial mediadan müraciət edibdir xanım, deyir ki, konsultasiyanıza ehtiyacım var. Deyirəm, biznesiniz nədir? Deyir, mən qaş ustasıyam və balaca salonum var. Və mən onu deyirəm ki, mən daha elə də reytlərim bahadır da. Yəni ki, ola bilsin ki, biraz çətin olar da saatını, mən nə bilim, sizin üçün endirimli 500 manata eləyə bilərəm, sadəcə də dəstək üçün. Deyir ki, problem deyil, 1000 manat da ödəyərəm. Mən dedim, wow, maraqlıdır artıq özümə. Dedim, yaxşı, gəlin bir 15 dəqiqə yenə də skeptisim qalır. Düşünürəm, gəl bir 10-15 dəqiqə telefonla danışım, oynam, görüm nədir də, məsələn, mən yardımcı ola bilirəm, boş-boşuna pul qazanmağı sevmir, fayda verməyi sevir. Danışan deyir ki, balaca bir salonum var, özüm mənimdir, bir neçə dənə işçim var, özüm də 9-dan 9-a kimi işləyirəm, qaş ustasıyam. İndi mənə təklif ediblər ki, 4 mərtəbəli bir salonu icarəyə götürün və hər mərtəbəsində müxtəlif şeylər edin, böyüdüm salonu. Mən soruşum, sizin qazancınız nə qədərdir ayda? Deyir, belə oturdu, hesabladı, net mənə deyir, hardasa 20.000 manat qalır ayda. 20.000 manat. Əllə işləyəm, qaş ustası. Buradan bir karyera tövsiyəsi olmuş oldu. Aynen. Vizajistlərimizdə, yəni ki, toy makiyajını 5.000 manat eləyənlər var da. Düzdür. Və bu həmişə lazım olacaq, bilirsinizmi nədir? Yəni ki, qadınlar həmişə gözəl olmaq istəyəcəkdir, qaşları həmişə düzəltmək lazım olacaqdır, toylar davam edəcəkdir. Evlər tikiləcəkdir onlar üçün, elektrik stansiyaları tikiləcəkdir, elektriklər lazım olacaqdır. Nvidia'nın CEO-su Jason Hung o maraqdır ki, növbəti nəsil milyonçuları elektriklər olacaqdır, siz onu görəcəksiniz. Çünki bizim bütün bu infrastrukturu saxlamaq üçün çox elektrikə ehtiyacımız olacaqdır. Və insanlar bunu anlamalıdır ki, biz bundan çəkinməliyik. Əllə qazanılan pul harda varsa o istiqamətdə yönəltməliyik. Boş-boşuna beyin məhsulu əvəz olunacaqdır süni intellektlə. Bunu böyük bir ehtimalla demək olar. Təsvir etdiyinizin, dediklərinizin belə deyim, fonunda elə bir nəticə çıxara bilərik ki, sanki biz akademik təhsilə indi yatırdığımız qədər çox pul yatırmamalıyıq kimi nəticə gələ bilərik belə, yoxsa məktəblər yenə davam eləsin, amma o da mı paralel getsin, yoxsa bura verdiyimiz fokusu azaldıb, ora mı daha çox verək? Mən düşünürəm ki, düzgün kommunikasiya olmalıdır və biz düzgün anlamalıyıq bizə kimlər lazımdır. Əgər siz Azərbaycanın qeyri-neft ixracına fokuslansaq, biz görəcəyik ki, qeyri-neft ixracının böyük bir hissəsi kənd təsərrüfatı məhsullarıdır. Amma istənilən böyük agroholdinqi götürün, baş aqronom heç bir Azərbaycanlı deyil. Çünki Azərbaycanda baş aqronom yetişdirə bilməmişik indiyənə qədər. Təəssüf ki. Ya da balıqçılıq sahəsində xaricdən gətiriblər. Türkiyədən gətirirlər, Hollandiyadan gətirirlər, texnologiyamızı. Çünki niyə görə düşünürsən ki, aqronom uşağım olacaqdı, kənd təsərrüfatında oxuyacaqdı, balıqçı olacaqdı. Siz bilsəydiniz nə qədər orada pul var, yəni ki, böyük məmnuniyyətlə uşağınızı oraya yönləndirərdiniz, hələ qoy torpağın içində qarışsın. Çünki bu yeməkdir də, insanlar mövcud olduğu üçün onları yedizdirmək lazım olacaqdır. Bu həmişə olacaq bir biznes. Süni intellekt sizi burada çox da əvəz etməyəcəkdir. Amma inşallah deyək ki, o hüquqşünas olsun. Hüquqşünas bitdi, yəni ki, artıq bir neçə ildən sonra model
illər treninqdən keçəndən sonra bütün süni intellekt sizin yerinizə məhkəmə iddialarını da verəcəkdi, analiz də edəcəkdi, hamısını edəcəkdi. Eyni şey mühasibatlıqda olacaqdı, eyni şey də auditdə olacaqdı, eyni şey maliyyədə də olacaqdı. Artıq indi maliyyə hesabatları falanı süni intellekt artıq yaxşı hazırlayır, analitikanı eləyir. Bunlar heç bir təsirlər olsun ki, növbəti 5-10 ildə lazım olmamaq ehtimalı çox yüksəkdir. Fərhad bəy, hal-hazırda təhsildə gərgin müzakirələrə səbəb olan bir mövzu var. Müəllimlərin tam ştata keçirilməsi. Sizcə bu effektiv bir addımdır, yoxsa bu hələ ki müzakirədir, onsuz da hələ ki qərar olaraq verilməyib? Sadəcə sizin də fikrinizi bilmək istərdim bu barədə. Bax, mən təhsil eksperti deyiləm, amma insan davranışı ekspertiyəm. Və müəllimlər də insanlardır. Və onların da müxtəlif seçimlər qarşısında qalanda onların da cavabı insan cavabı olacaqdır. Təhsil Nazirliyi nə etməyə çalışır? Bizdə belə bir razılaşma var müəllimlərlə dövlət arasında. Müəllimlər dövlətə kömək edir seçki məsələsində. Dövlət də müəllimlərə kömək edir ki, göz yumur. Onların repetitorluğuna, falanına. Belə bir ictimai razılaşma var aralarında. Bunun nəticəsi olaraq bir motivasiya var ki, mən dərs dediyim dövrdə yaxşı tam məlumat ötürməyim. Onlar sonra yanıma gəlsinlər və mən o məlumatı onlara sonra yedim. Çünki maaşlar prinsipcə yüksək deyil də. Yəni ki, biz Yaponiya deyilik, haradakı müəllimlər həm çox hörmətlidirlər, həm də ki, çoxlu pul qazanırlar. Ona görə müəllimlər bu cür kompensasiya edir, dövləti dəstəkləyir, bu perspektivdə dövlət də müəllimləri dəstəkləyir. Təhsil Nazirliyinin bu xoşuna gəlmir ki, müəllimlər maksimum fayda vermir. Və sistemi dəyişməyə çalışır. Gəl deyir ki, mən onların saatlarından götürüm, onlar repetitorluq vaxtı qalmasın və bu saatlar çərçivəsində hansı bir maliyyə kompensasiyası verir. Sual orasında ki, bu maliyyə kompensasiyası müəllimləri qıcıqlandırmamaq üçün yetərlidirmi, yoxsa yox? Fundamental sual odur. Mən onu bilmirəm. Yəni ki, onlar müəllimləri 9-dan 6-ya kimi işlədəndə müəllimlər repetitorlarda qazandığı pulu qarşılayır, qarşılamır onu. Əgər qarşılayırsa, problemlər daha az olacaqdır. Əgər qarşılamırsa, problemlər orada qalıb başlayacaqdır. Yəni ki, bax, bu müəllim-dövlət sosial razılaşması pozulur artıq. Dövlət faktiki olaraq müəllimlərin qazancı imkanını azaldır. Bu onları aqressivləşdirə bilər. Ki, aqressivləşdirir? Bu hələ ki, qüvvəyə də minməyibdir də bu söhbət. Və hər bir şey fundamentundan başlayır ki, Elm və Təhsil Nazirliyi kökündən vurmur problemi. Ki, gəl biz uzaqlaşdıraq müəllimləri seçki prosesindən və ondan sonra tələblərimizi irəli sürək. Yəni ki, artıq bu əvvəlki sosial razılaşmanı aralarına götürək. Ondan sonra nə istəyirsən elə ki, müəllim xoşuna gəlməyəcəkdir, çıxaracaqsan onu, başqasını gətirəcəksən. Amma hal-hazırda müəllimin xoşuna gəlməsə, sən müəllimi çıxara bilməyəcəksən. Çünki onun digər öhdəliyi də var və o öhdəliyi yerinə yetirməlidir. Mən düşünürəm, bu ilə Elm və Təhsil Nazirliyi özünü pat vəziyyətə qoyur. Onlar fundamental kök problemini həll etməyərək, onu örtbasdır etməyə, başqa yollarla həll etməyə çalışır. Mən optimistəm, düşünürəm, dənəməlidirlər, nəticəsini görməlidirlər, nəticəsi pis olsa da ümidvaram, başqa sonra növbəti addımlar ata biləcəklər ki, bu düzəlsin. Amma insan psixologiyası perspektivindən daha çox problem yaratmaq ehtimalı var. Demirəm ki, yaradacaq, amma ehtimalı var və yüksəkdir ehtimalı. Çünki bu kompensasiya məsələsi çox vacibdir. Müəllim normal pul qazanmalıdır və normal pul qazanmağı deyəndə əvvəlkindən az olmamalıdır. Əgər əvvəlkindən az olmayacaqsa, onda normal olacaqdır. Əvvəlkindən az olacaqsa, onda problem olar. Çünki onlar hansı bir həyat ritminə və həyat keyfiyyətinə öyrəşiblər. Və sən o həyat keyfiyyətini onda dəyişə bilməzsən, pisliyə doğru. Aydın, burada deyəsən, bütün müəllimlərin keçirməyi nəzərə tutulmur, bir qism müəllimin və orada belə bir şey gördüm ki, əslində sırf 6-ya kimi qalmaq məsələsi deyil də, sadəcə 4-ə 5-ə kimi və deyəsən, burada onsuz da müəllimlər müəyyən işlər görür məktəbdə, biz onu həmçinin qarşılamaya çalışırıq kimisindən, bir müzakirələr gedirdi. İndi qüvvəyə minsin, sonra görək hansı nəticələr. Bilirsiniz, məndə o həmçinin var. Bu maliyyə tərəfi də, sırf insani tərəfi də var da. Biz bilirik ki, müəllimlərin əksəriyyəti qadınlardır. Və qadınların müəllimliyi seçməyin ən böyük üstünlüyü odur ki, onlar ailə iş balansını qoruya bilirlər bu perspektivdə. Onlar bilirlər ki, yarım gün işləyəcəklər, yarım gündə gəlib uşaqları ilə məşğul olacaqlar. Və müəllimliyə doğru böyük bir motivasiya yaranır ki, o istiqamətdə getsinlər. Sən onları faktiki olaraq korporativ mühit qaydalarına oturdandan sonra mən bəlkə sualım sizədir. Bir qadın olaraq, bir ana olaraq.
Siz 9-dan 6-ya kimi işləməyi sevirsinizmi? Seçərdinizmi sizin əgər daha flexible qrafikiniz olmağınızla, yarım gün işləməklə və sonra digər yarım günü özünüz necə istəyirsiniz qurmağınızla, repetitorlarla mı, onlayn dərslərlə mi, yoxsa 9-dan 6-ya kimisə rahatdır? Bir qadın olaraq sizin fikriniz mənə maraqlıdır. Mən 9-dan 6-ya indi kimi işləməmişəm və məncə çətin olar mənə, çünki övladıma istər-istəməz ailəmə vaxt ayırmaq istəyirəm daha çox. Flexible daha uyğun olardı bəlkə də. Mən də həmişə onu deyirəm ki, qadın daha vacibdir kişidən, onun razılığı. Çünki siz uşaq dünyaya gətirirsiniz və uşağın böyüdülməsində sizin zəhmətiniz daha çoxdur kişiyə nisbətdə. Və sizi bu kişi qrafikinə salmağa, bu rəqabətçi qrafikası 9-dan 6-ya kimi ya da daha çox işləməklə biz sadəcə olaraq ailə institutuna daha da çox dağıdırıq. Qadınların dünyaya uşaq gətirməsini ləngidirik. Biz istəyirik ki, Azərbaycan əhalisi böyüsün. Əhali böyüdükcə inkişaf da olur, iqtisadi artım da olur, insan kapitalı da inkişaf edir. Amma siz qadınları 9-dan 6-ya kimi işlədirsiniz. Sonra yenə biz belə bir cəmiyyətdə yaşayırıq. Siz 6-dan sonra gələcəksiniz və evdə də yenə də davam edəcəksiniz işləməyə. Bu dayanmır. Təəssüflər olsun. Yəni nə qədər kişilərimiz proqressivləşsə, modernləşsə, yenə də evin yükün böyük hissəsi qadınlardadır. Və yenə də onları yüklüyorsunuz. Ondan sonra əlbəttə ki, uşaqların dünyaya gəlməsi də azalacaqdır. Ailə institutu da zəifləyəcəkdir. Evlənmək arzusu da puç olacaqdır. Bütün bunları bizim hörmətli Təhsil Nazirliyi maraqlandırmır bu sosial tərəfləri. Amma bu da çox vacibdir. Fərhad bəy, sizə son bir sualımı verəcəm. Mənə elə gəlir ki, bu sualı hissəsi biraz cavablandırmısınız, amma yenə də bütöv olaraq, son olaraq bir də bu suala cavab verməyinizi istəyirəm. Son illərdə ümumiyyətlə təhsilə qoyulan xərclər xeyli artıb. Məsəl üçün, mənim qeydlərimə görə 2020-ci ildə bu 1 milyard 851 milyon idi və hal-hazırda bu il 5 milyard 155 milyon olaraq nəzərdə tutulub. Siz bu büdcəni təhsili inkişaf etdirmək üçün necə xərcləyərdiniz? Mən düşünürəm, daha çox azadlıqlar verərdim məktəbə. Dediyim voucher sistemini keçirərdim. Bir də məktəblərdə infrastrukturu yaxşılaşdırardım ki, 30-40 nəfər bir məktəbdə olmasın. Əlbəttə ki, məktəblərin həm keyfiyyət perspektivində qəşəng yer olmalıdır, uşaqların xoşbəxt olacağı bir yer olmalıdır. Qəşəng təmir olmalıdır, infrastruktur olmalıdır. Daha çox buna yönəldərdim. Bu iki dənə faktor bir-birində olsa, məktəblərin daha çox müstəqilliyi və qəşəng infrastruktur, yaxşı kompüter təchizatı falan bu daha vacibdir hal-hazırda, nəinki hər hansısa başqa bir şeylə. Fərhad bəy, müzakirəmiz boyunca mənim sizə verməyimi istədiyiniz hər hansı bir sual varmı? Yəni, cavabsız qalan bir sual varmı? Və yaxud da ki, demək istədiyiniz xüsusi son bir sözünüz varmı? Valideynlərə, müəllimlərə, təhsil idarəçilərinə. Bunlar hamısı əslində eyni insanlardır. Çünki təhsil idarəçisi də çox güman ki, valideyndir ya da valideyn olacaqdır böyük ehtimalla. Mən düşünürəm ki, hər bir valideyn öz uşağının təhsil eksperti və müəllimi olmalıdır. İlk öncə. İkinci, hər bir təhsil idarəçisi, hər bir müəllim uşaqların hardasa valideynlik etməlidir. Öz uşağı kimi yanaşmalıdır. Sırf öz maraqları perspektivindən yox, uşaqların maraqları perspektivindən yanaşmalıdır. Belə deyərdim. Çox sağ olun. Gəldiyinizə görə, suallarımıza cavablandırdığınıza görə mənə gəlir ki, çox produktiv bir müzakirə oldu. Təşəkkür edirəm. Çox sağ olun. Siz çox sağ olun ki, dəvət etdiniz. Sağ olun.